Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə sertifikasiya dəstək məqsədi ilə ədəbiyyatdan olan sual izahlarına baxacağıq. İlk sualımız belə idi ki, nümunədə işlənmişdi. Nədir gözəllərdə bu pərdə, buraya can dustaq olanda gülərmi ürək? İlk öncə onu qeyd edeyim ki, burada sualın şərtində bizdən bədii təsvir və ifadə vasitəsi, yəni başlıq olaraq verilməyib. Ümumən hamısında istəyir, nümunədə işlənmişdi deyir və görürəm ki, burada epitet də var, burada metonimiya da var, burada deyək ki, təşbeh də var, burada inversiya da var, həm deyək ki, təsvir vasitəsi var, həm ifadə vasitələri. Amma sual olur ki, orada yalnız məsələn deyir ki, bədii təsvir vasitələri işlənib, hansı nümunədə, məsələn verilmiş nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir. Bu zaman nə edirsiniz? Bədii təsvir vasitəsi deyirsə, oradan ifadə vasitələrini çıxardırırsınız. Və yaxud desək ki, aşağıda verilmiş nümunədə hansı ifadə vasitələri işlədilib, yəni bu tipli də olur. Bu zaman işimizi rahatlaşdırmaqdan ötürü bədii təsvir vasitələrini çıxardıb, bizdən istənilən ifadə vasitəsi olduğuna görə ifadə vasitələri nədir? Müəyyən eləməliyik. İndi burada ümumi istəyir və deyir, nədir gözəllərdə bu pərdə buraya can dustaq olan gülər. Bax, ürəyin gülməsi var burada. Təbii ki, ürəyin gülməsi metafordur. Amma baxıram ki, cavablarda metafor yoxdur. Və yadda saxlayırıq. Bizə verilən nümunə əgər nəzm əsəridirsə, yadda saxlayırıq. Orada adətən həmişə yoxa, daha çox yəni nə olur? İnversiya olur. Demək, mənim cavablarım içərisində inversiya olmalıdır. Və baxıram ki, 3 olan ya A-dır, ya da ki, B variantı. Demək, davam edirəm. Metaforda yox idi. Daha nə var? Nədir gözəllərdə bu pərdə buraya? Can dustağı gülərmi ürək? Baxın, bədii sual da var da burada. Düzdürmü? Bədii sual. Demək, 6-nı da götürəcəm. Daha sonra 3, 6, 7 ya da ki 4 olmalı. 4-də metonimiyadır, 7-də təkrir. Baxıram ki, nədir gözəllərdə? Bu pərdə, bu rəng. Bu təkrirdir. Demək, inversiya, bədii sual, təkrir. Yəni, A variantı mənim testimin doğru variantıdır. İkinci sualda deyir ki, nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Qış getdi, yenə bahar gəldi, gül bitdi, laləzar gəldi. Quşlar qamusu fəqanə düşdü, eşq oldu, yenə bu canə düşdü. Bizdən nə istəyirdi? Səhv fikirləri istəyirdi. Baxaq, peyzaj nümunəsidir bir də deyir. Bəli, peyzaj nümunəsidir. Ona görə bir olanlar nədir? Çıxırıq. Daha sonra şəxs xətanın nəsihətnamə yox, dəhnamə əsərindən olmalıdır yazmalıydılar. Ona görə yanlışdır. 2-ni götürəcəyik. Daha sonra qəzəl janrındadır. Xeyr, qəzəl deyil, məsnəvidir. Qafiyə quruluşuna baxsa fəqanə, canə. Demək, 3-ü də götürəcəyik. 2, 3 olanlara baxacaq. Ya 4-dür, məsnəvi formasında da bəli, az öncə dedik, elə məsnəvidir. Ona görə qalır elə 5. 2, 3, 5. Şairin sufi görüşləri öz əksini tapmışdır. Bəli, budur, yanlışdır. Daha sonra baxırıq, növbəti sual, 3-cü sual. 3-də deyir ki, bir dəqiqə bunu silim. Aha. 3-də deyir ki, nəzm bura yazım. Aha. 3-də deyir ki, qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər yaşlı adamlar kimi qara çarşava bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüş. Dağların, çöllərin ağ kəfənlə örtülməsi. Düzdürmü? Burada nələr işlədilib də, yəni verilən bu nümunədə. Baxaq, epitet, təşbeh, simvol, metafor. Simvol mən burada görürəm, xeyr, simvol yoxdur. Ona görə elə bəri başdan üstdən olanları silirəm. Ağ kəfənlə örtülmə, bu nədir? Təbii ki, deyək ki, metafor var burada. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsir. Göylər yaşlı adamlar kimi qara çarşava bürünmüş. Göylərin çarşava bürünməsi metafor, bəli. Dağlar ağ kəfənlə örtülmüş. Metaforumuz var. Demək, cavablarımda 4 olmalıdır. Bir də deyək ki, təşbeh var. Göylər yaşlı adamlar kimi. Təşbehimiz də var, bənzətməmiz də var. Ona görə elə doğru cavab 2, 4 olacaq. C variantı. Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan. Nümunədə işlənmişdi. Epitet, inversiya, metafor, təşbeh, təzə. Nurlu dağ, düzdürmü? Nurlu dağ. Nədir bu? Epitetdir. Demək, cavablarımda nə olmalıdır? Mənim 1 olmalıdır. Ona görə baxın, 3 variantım getmiş olur. Daha sonra zülmət dağı devirəcək, yıxacaqsan. Nurlu dağ
kimisən də, düzdürmü? Burada həmçinin nə var? Burada həm epitet var dedi, həm də təbii ki, təşbeh də var da, düzdürmü? Nurlu dağsan, bənzətmə 1, 4, 1, 4 ilə də olan elə B variantıdır. 5-də də təbii ki, təzaddır. Nurlu dağ, bu zülmət dağ. Bu da bəli, antiteza təzaddır. Ona görə 1, 4, 5 mənim doğru cavabımdır. Daha sonra 5-ci sualda Mirzə Ələkbər Sabirin satiraları ilə bağlı düzgün fikir. Baxın, düzgün fikirlər bizə lazımdır. Dialoq deyir ki, dialoq, sual-cavab, dəyişmələr tez-tez müraciət olunur. Sabir satiralarında bəli, doğrudur. Satirik tip haqqında dolğun təsəvvür yaranmır deyir. Yanlışdır. Ona görə 2 ilə olanları bəri başdan çıxardıram və 1 ilə olan cavab, 1 mənim cavabımda olduğuna görə D variantı testin düzgün variantı. Amma baxaq. Üstə deyir ki, əruz vəznindədir. Bəli. Böyük əsərlərdə heca vəznindədir. Bu da yanlışdır. Satirik tip xarakter və dünya görüşünə uyğun bir dillə danışdırılır. Bəli, bu deyilən, sadalanan xüsusiyyətlərin hər biri Mirzə Ələkbər Sabirin satiraları ilə bağlı fikirlərdir. Ona görə D variantı testin doğru variantıdır. Daha sonra 6-cı sualda İblis əsəri ilə bağlıdır. İblis əsərində deyir, əksini tapılmış əsas məsələləri müəyyən edin. Ədalətsiz müharibələrin törətdiyi faciələr. Bəli, bu doğrudur. Biri götürəcəyik. Milli mənəvi dəyərlərin yaşadılması xeyr. Qalib ordunun insanlığa qarşı yönəlmiş cinayətləri təbii ki, bu da aid deyil. Doğma yurdlarını müdafiə edənlərin faciəli aqibəti təbii ki, bu məsələdə İblis əsərində öz əksini deyək ki, tapmayıb, əsas məsələ deyil. Deyir ki, savadsız insanların nəfsin quluna çevrilməsi. Bəli, bu tipli məqamlar əsərdə yer verilən məqamlardır, əsas məsələlərdir. Ona görə elə 1 ilə 5 testin doğru variantdır, yəni D variantı. Daha sonra 7-ci suala baxırıq. Nümunədə işlənmişdir. Qələm kimi qaşların var, qulaç saçların var, ağzın kiçik bir püstədir. Nə buyursam, göz üstədir. Nümunədə baxsaq, qələm kimi qaşların var, qulaç saçların var, ağzın kiçik bir püstədir. Bənzətmə, təşbeh var. Bəli, təşbehimiz var. Daha sonra nə buyursan, göz üstədir. Epitet, inversiya, litota. Bunlardan da təbii ki, fikir versə bura. Demək ki, olanlara baxacağıq. 2 ilə verin məsələn, deyək ki, 5 litota. Ağzın kiçik bir püstədir. Ağzın belə deyək də, kiçildilməsi, kiçik bir püstədir. Demək, elə olacaq, təşbeh və litota C variantı. Mən burada deyək ki, metafor görmürəm. Nə buyursan, gözürsə qulaç qələm kimi qaşlarım var. Metafor yoxdur, ona görə A variantı olmayacaq. Epitet varmı? Qulaç saç, qələm kimi qaş, qələm kimi qaşlarım var. Epitet də deyək ki, yoxdur. Ona görə elə 2-5 mənim doğru variantımdır. Daha sonra növbəti sual 8. Caharkah əfsanəsindəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Düzgün ardıcıllıq istəyir burada bizdən. Alim zınqırovların səslərindən ecazkar musiqi yaradır. Alim hökmdarın sarayında qalmaqdan imtina edir. Hökmdar alimin bir qərar gəlməsi üçün ona 3 gün möhlət verir. Hökmdar və vəzir alimi xalqın gözünə salmaq istəyir. Fikir versə bu fikirlərdən ilk öncə hansı baş vermişdir? Təbii ki, hökmdar alimin bir qərara gəlməsi üçün ona 3 gün möhlət verir. Birinci gəlməlidir 3, daha sonra deyək ki, gəlməlidir. Alim hökmdarın sarayında qalmaqdan imtina edir. Yəni, möhlət istəyir fikirləşmək üçün. Ondan sonra təbii ki, imtina edir və təbii ki, bunun imtina etməsi alimin nədir? Hökmdarı qəzəbləndirir. Düzdürmü? Daha sonra nə edir? Hökmdar və vəzir bundan sonra alimi xalqın gözündən salmaq istəyir. Daha sonra gəlməlidir 4. Ən sonunda da təbii ki, qalır 1. Birdə də deyir ki, alim zınqırov səslərindən ecazkar musiqi yaradır və bu musiqi ilə onları ölümdən qurtarmış olur. 9-cu sualda durna teli ilə bağlı hadisələrin düzgün ardıcıllığı istənilir. Durna teli demək Xoca Əziz Koroğlunun yanına yollanır. 1. Koroğlu dəliləri ilə məşq edir. Gizroğlu Mustafa Bağdada gəlir. Aslan Paşa qıratı qorxucuya verir. Fikir versə, burada da birinci hadisə Koroğlu dəliləri ilə məşq edir. Birinci olmalıdır 2. Daha sonra Aslan Paşa qıratı qorxucuya verir.
Daha sonra olmalıdır Xoca Əziz Koroğlunu, belə deyək, Aslan Paşa Qıratı Qoruqçuya verir. Xoca Əziz də gəlib nədir? Atı ondan alır da, düzdürmü? Bu da bundan sonra baş verir. Ən sonunda da Gizroğlu Mustafa bəy təbii ki, Bağdada gəlir. Demək 2, 4, 1, 3 bu da elə B variantında öz əksini tapmışdı. Daha sonra baxaq 2, 4, 1, 3 də düzdürmü? Aha, B variantı uyğundur. Başqa burada bir şey yoxdur. Daha sonra Məmməd Hüseyn Şəhriyarın Türkün dili əsərində hansı fikirlər ifadə olunmuşdur? Vətənin zəngin təbiətinə sevgi, ana dilinə olan sevgi, Türkün dili, təbii ki, orada ana dilinə olan sevgi var idi. Elə 2 olanlara baxacağıq. Maşallah elə 2 demək olar ki, bütün variantlarda var, bir dənə C variantından başqa. Azadlıq uğrunda mübarizə var idimi? Təbii ki, yox idi. 1 də yox idi. Elə 1 ilə də 3-ü çıxarsaq, 1 ilə 3-ü də çıxarsaq, təbii ki, cavabım qalır elə. A variant, amma yenə də baxaq. Türkün dilinin ən istəkli dil olması bəli, doğrudur. Bu dilin calaq sevməməsi, bəli, bu da deyək ki, bu fikir ifadə olunmuşdur. Demək 2, 4, 5. Baxın, bu fikri bəzən belə verir ki, bu dilin calaq sevməsi. Yəni ona da diqqət yetirin. Yəni söz oyunu oynayıb, yəni bu dilin calaq sevməsi kimi verirlər. Yəni orada yanlışlığa yol verməyək. Amma burada verməməsi, sevməməsi, bu dilin calaq sevməməsi kimi təqdim olunduğuna görə təbii ki, bu fikirlər ifadə olunub və 2, 4, 5 mənim testimin doğru variantıdır. Belə yoldaşlar, əlavə bu həftəlik 10 sualın da izahı bu qədər. Sağ olun.